Salam əziz tamaşaçılar, xoş gördük hər-birinizi. Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Ələşrəf qızı. İranın mərhum ali lideri Əli Xamneyi ilə vida mərasimi bugün başlayır və 3 gün davam edəcək. Bu barədə İran hakimiyyəti məlumat verib. Vida mərasimi Bakı vaxtı ilə saat 22:30-da, yəni gecə 11-in yarısı başlayacaq. Xatırladaq ki, Əli Xamneyi fevralın 28-də İsrail və Amerika Birləşmiş Ştatlarının Tehrana zərbələri zamanı həlak olub, onun doğulduğu Məşhəd şəhərində dəfn olunacağı bildirilir. Bu arada isə, əziz tamaşaçılar, xarici kütləvi informasiya vasitələri İrandakı bir daxili xaosdan bəhs edirlər. Bildirirlər ki, təhlükəsizlik qüvvələri Xamneyinin ölümünə sevilən mülki şəxslərə atəş açıb. Hər halda İranın bir neçə şəhərində Ali rəhbər Ayətullah Əli Xamneyinin ölüm xəbərini bayram edən vətəndaşlarla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurmadan bəhs edilir. Sosial şəbəkələrin İran segmentində yayılan kadrlarda güc strukturlarının nümayişçilərə birbaşa atəş açdığı görünür. Məlumata görə Tehranda, Məşhəddə və ölkənin kürdlər yaşayan bölgələrində insanlar küçələrə çıxaraq Xamneyinin ölümünü atəşfəşanlıq və rəqslərlə qarşılayıblar. Bu mənzərəyə sərt reaksiya verən polis və Sepahın daxili təhlükəsizlik qüvvələri kütləri dağıtmaq üçün gözyaşardıcı qazdan və döyüş güllələrindən istifadə edib. Ölənlərin və yaralıların olduğu bildirilsə də, internetin məhdudlaşdırılması səbəbindən dəqiq rəqəmləri əldə etmək çətinləşib. Yerli insan haqları fəalları hökuməti öz xalqına qarşı kütləvi zorakılıqda ittiham edib. Hakimiyyət isə bu hərəkətləri xarici agentlərin təxribat kimi qiymətləndirərək nümayişçilərə qarşı güzəşsiz davranılacağını bəyan edib. Əziz tamaşaçılar, bugün əlbəttə deməli İran mövzusu prioritet təşkil edəcək. Xüsusilə İranda baş verənlər, yaxın şərqdə qalanan ocaqdan danışacağıq. Sizdən ricam, verilişimizi lütfən bəyənin və paylaşın. Mənim isə qonağım Ümid Partiyasından Tamilla Qulamidir və əziz tamaşaçılar, biz onunla gündəmi müzakirə edəcəyik. Əlbəttə, Xamneyinin ölümündən başlayacağım. Çünki ölənə Allah rəhmət eləsin deyirsən, kimi bunu deyir, kimi demir. Bu onların öz işidir. Amma bir də var mənəviyyat məsələsi, qol götürüb oynamaq məsələsi. Bax, bu nə qədər əxlaqdandır sualını əlbəttə ki, qonağıma ünvanlamalı olacağım. Siz bəyənin, biz də sizin bəyənəcəyiniz bir söhbəti reallaşdıracağıq. Tamila xanım, xoş gəlmişsiniz. Xoş gördük Ləman xanım. Mən də sizi və əziz, dəyərli Laf TV izləyicilərini salamlayıram. Dəvət üçün təşəkkür edirəm. Çox sağ olun. Deməli, mən məsəl üçün Allah rəhmət eləsin dedim və həmişə deyirəm ki, Allah günahlarını bağışlasın. Yəni, ən yaxşısı Allah günahlarını bağışlasın. Çünki günahsız insan yoxdur. Həzrət İsa'nın da bir kəlamı var. Deyirlər ki, kim günahsızsa birinci o atsın daşı. Bu mənada əlbəttə ki, Xamneyi süddən çıxmış qaşıq deyil və çoxlu günahları ola bilər. Çünki biz dəfələrlə İranın deməli, necə bir dövlət olduğunu müzakirə etmişik sizinlə. Eyni zamanda biz İranın saxladığı proksilərdən bağlı danışmışıq ki, dünyada nə qədər qanlar töküb və günah deməli, keçisi də əlbəttə bəzən belə deyirlər da, yəni xüsusilə həmişə sayılan, seçilən insanlar olur. Bu mənada Xamneyini necə dəyərləndirirsiniz və mən məsələnin bir də bu əxlaqi tərəfinə diqqət ayırmaq istəyirəm. Yəni, adam başa düşdük günahkardır, amma bunun üçün qol götürüb oynamaq lazımdır mı sizcə? Buyurun. Öncəliklə Xameneyi ilə bağlı qeyd etdiyiniz kimi də Allah günahlarını bağışlasın. Adam bir ideolojiyaya sadiq olan şəxsiyyət idi. Kimliyindən asılı olmayaraq elə o ideolojiyaya sadiq də dünyadan keçdi. Onun dəstəkçilərinin, ona inananların, onu ayətullah qəbul edənlərin dilində şəhid oldu, belə deyək. Amma tarixə nəzər salsaq, o qədər də keçmiş və uzaq tarix deyil. Həmin bu tarixdə biz nəyin şahidi olduq? Xameneyi daxildə, hətta elə onun dini rəhbərliyi altında kifayət qədər İranın daxilində ciddi şəkildə əziyyət çəkən, işgəncələrə məruz qalan, edam edilən on minlərlə insanlar var idi. Yəni, bu da belə qeyd edək ki, İranın daxilində yaşayan öz əhalisi, öz vətəndaşları idi.
Amerika Birləşmiş Ştatlarını bilirsiniz ki, hər zaman əsl düşmən adlandırırdılar və hətta bir jurnalistin belə verdiyi suallarda dəfələrlə müsahibələr vermişdi Xameneyi. Onun suallar ki verilmişdi ki, İranın əsl düşməni kimdir? O da qeyd etmişdi ki, İranın əsl düşməni Amerikadır. Amerika ilə bağlı bu ifadələri səsləndirən Xameneyi və ətrafındakılar, İranın ayətullahları biraz da bir sual ki, hər zaman biz vermişik, məsələ Azərbaycan tərəfindən də qeyd etmək lazımdır ki, Güney Azərbaycanlılar var, 40 milyona yaxın bizim soydaşlarımız var. Əgər bu qədər ideoloji, Allaha yaxınlıq, Allahın qanunları ilə idarəçilik varsa, Allahın qanunlarında düşünürəm ki, insanları durduqları yerdə qətl etmək, onları edam etmək nə dərəcədə doğruydu. Bu məsələnin bir tərəfi. Əxlaqi tərəfdən yanaşsaq, onun ölümündən sonra bilirsiniz ki, toy bayram olundu, hətta Amerika-İsrail bayraqları belə qaldırıldı. Bütün bu hallar əlbəttə ki, xoşa gəlinməz və arzu olunmaz hallardır. Əslində 90 milyonluq bir əhalidir. Yəni onun içində tutaq ki, 1 milyonu oynasın. Amma yalanı haqqında demək olmaz. Eynən, əlbəttə ki, bunu hətta sinefiriz vasitəsilə də səsləndirəndə, orada aksiyalar olanda qeyd etmişdik ki, 90 milyonluq bir ərazidə, bir ölkədə 1 milyon əhalinin qalxıb etiraz etməsi rejim dəyişikliyinə gətirib çıxarmır. Düzdür, Gürcüstanda Saakashvili milyona yaxın heç əhali qaldıra bilməmişdi, amma hakimiyyətə gəldi. Bu da bir ayrı tərəf. Amma ümumi götürəndə isə İranda ciddi bilirsiniz ki, Xameneyinin ölümündən sonra qeyd olunurdu ki, rejim dəyişəcək, çökəcək, belə deyək də təslimçilik olacaq. Amma biz görürük ki, rejim ciddi şəkildə möhkəmlənmiş formada İranın bugün də bilirsiniz ki, düzdür, baxmayaraq ki, İranın hakimiyyətində belə bugün çelişkilər var, ayrı seçkilik məsələləri var. Laricani əraqçı münasibətlərini biz görürük. Amerika Birləşmiş Ştatlarından kim danışacaq, bu mövzunu müzakirə edək sizinlə. Amma əlbəttə ki, mən düşünürəm ki, əgər bir ölkənin daxilində təsəvvür edin ki, Azərbaycan da Allah uzaq eləsin, İstəmədiyimiz hansısa bir, belə deyim də, bizdə də olur, hansısa bir deputatla bağlı, hansısa bir millət vəkili ilə, hansısa bir məmuru ilə bağlı ölüm xəbəri gəlir. Uzaqbaşı sosial şəbəkələrdə, nə bilim, öz cəzasını tapdı kimi ifadələrdən başqa heç o tərəfə keçməmişik. Düzdür, bizdə edamlar, işgəncələr, belə deyək də, məhbuslarımız var, siyasi məhbuslarımız var. Amma İranda görün insanlar nə dərəcədə ağır əzablar çəkiblər ki, həmin o rejimlə. Ona görə onlar toy bayram edirlər. Məsəl üçün düşünürlər ki, rejim dəyişəcəklər. Əllərindən gələn budur. Amma dəyişib nə olacaq axı? Məsələ hələ bilinmir. Məsələ də buna ibarətdir. Amma mən bayaq bir Suriyaya dönəcək kimi şeylər oxuyurdum. Onun haqqında danışaraq Tamila xanım. Yəni Suriya variantı deyir düşünülür. Yəni belə bir ehtimal var və bunu Amerikanın çox nüfuzlu və birisi orada analitik beyinlər xüsusilə işləyir. Bu populyar bir nəşrdir. Adını indi xatırlaya bilməyəcəm. İran kimi polietnik dövlət deyil, həm də belə götürək də İranın parçalanması, Suriyaya çevrilməsi heç Amerika Birləşmiş Ştatlarına da sərf etməz. Çünki Amerika Birləşmiş Ştatları əgər İranın daxilində bu parçalanmalara əsas verəcək səbəblər ortaya qoysa, Türkiyə ilə, Pakistanla, aralarında ərəb dövlətlərlə aralarında müəyyən bir qarşıdurmalar ola bilmə ehtimalı var. Pakistanla bu qarşıdurmanın olmasını istəməz. Bilirsiniz ki, Bəluçlar var Pakistanla sərhəddə. Türkiyə ilə sərhəddə Kürdistan dövləti yaradılsa... Amma Kürd faktorunu işə salmaq istəyir fikirləri səslənirdi bayaq. Deyəsən xəbər oxumaq istəyirsiniz? Yox, oxumayacağım. Kürd faktorunu işə salmaq istəyir fikirləri səslənirdi. Mən bayaq adını xatırlamadım. The Wall Street Journal, ora analitik beyin mərkəzi demək olar ki, çox maraqlı təhlilləri olur. Bəzən çox vaxtda təsdiqini tapır. Hər halda onların... Danışıq məsələsi də gündəmə gəlib. Kürd başçıları Bərzani ilə də artıq bu istiqamətdə Trumpın da danışıqlara getməsi məsələsi var idi. Amma Pəhləvi ilə bağlı bilirsiniz ki... Pəhləvi indi açıqlaması da var. Buyurun. Mən bu açıqlamanı oxuyum. Əziz tamaşaçılar, verilişimizi lütfən bəyənin və paylaşın. 200-dən çox insan var canlı yayında. Lütfən bəyənin ki, deməli, efirimizin əhatə dairəsi geniş olsun. İranın sonuncu şahının Amerikada yaşayan oğlu Rıza Pəhləvi İslam Respublikasında yaşayan bir sıra xalqlara müraciət edib, o cümlədən oradakı Azərbaycanlılara da, Kürdlərə də, Lorlara da, Bəlluçlara da, deməli, Pəhləvi sosial şəbəkələrdə yaydığı müraciəti İranın Xuzistan, İlan, Kirmanşah, Kürdistan və Qərbi Azərbaycan əyalətlərində yaşayan xalqlara edib.
adlarını bir-bir sadaladım. Eyni zamanda o İrandakı Yarsan, Caf, Kalhor, Səncabi və Bəxtiyari tayfalarının da adını çəkib və nə deyir müraciətində? Müraciətində deyib ki, mən sizə söz verirəm ki, İranın azadlıqdan sonraki sabahında din ilə dövlətin ayrılığına əsaslanan, qanunun aliliyinə və bərabər vətəndaş hüquqlarına söykənən bir hakimiyyətin qurulması üçün bütün səylərimi göstərəcəyəm ki, bir daha ayrı seçkiliyə məruz qalmayasınız. Hər bir İranlı kimi öz kimliyinizi qoruyaraq, azad yaşaya və azad İranın nemətlərindən ədalətli şəkildə bəhrələnə biləsiniz. Siz İranın tarixi və mədəni bütövlüyünün ayrılmaz parçasısınız. Həmişə ölkənin ərazi bütövlüyünün, millətin izzət və şərəfinin keşiyində dayanmışsınız. Belə vədlər həmişə olur, seçki öncəsi bəzən çox vaxt olur. Əminəm ki, bu əhdə bundan sonra da sadiq qalacaqsınız və biz də bu rejimin süqutu ərəfəsindəyik, lakin ayıq-sayıq olmalı. Həmişə İran torpağına göz dikmiş fürsətçil qüvvələrin mövcud şəraitdən sui-istifadə etməsinə imkan verməməliyik. İnanıram ki, milli iradə və birliklə sizin və hər bir İranlının parlaq sabahı olacaq. Əziz tamaşaçılar, din ilə dövlətin ayrılığına əsaslanan fikirlərini səsləndirdi. Tamamilə xamilə belə fikirlər vardı ki, əlbəttə, Amerika Birləşmiş Ştatlarının və İsrail tandeminin deməli, bu hücumlarda yeganə istəyi, yəni nüvə filan zaten boş bir şeydi. Bayaq da elə çıxdı, MAGATE'nin rəhbəri dedi ki, İranda atom filan zat yoxdur. Yəni, özləri də bilirlər ki, boş bir şeydir. Burada söhbət hakimiyyət dəyişikliyindən gedir. Yəni, o dini Molla rejimi deyilən o rejim geçsin. Orada bayaq bir, deməli, Rusiyada yaşayan bir mühacir də vardı, İranlı mühacir. Görünür ki, Farslı. Bildirirdi ki, biz istəyirik ki, bəli, burada bir respublika, dövlət qurulsun, respublika olsun, İran müstəqil, demokratik, belə bir ölkə olsun. Amerikanın istəyi əslində budurmu, nədir? Və mollaları yola salmaq mümkün olacaqmı? Çünki İranın da möhkəm dayandığı görünür. Mən bu məsələ ilə bağlı, sizin də qeyd etdiyiniz mövzu ilə bağlı oxudum, xəbərlərdən oxudum, amma çox sadəlövh detallardır əslində. Çünki Amerika Birləşmiş Ştatlarının rejim dəyişikliyi olsa belə özünün nəzarəti altında olmasını istəyir. Və bu, hələlik İran kimi bir dövlətdə rejimin dəyişikliyi yaxın illər ərzində, bəlkə də yaxın 5 il ərzində mümkün deyil, mümkün görünmür. Çünki sizin də qeyd etdiyiniz kimi, orada ciddi şəkildə möhürlənmiş bir ayətullah rejimi var və qeyd etmək lazımdır ki, Xameneydən sonra bilirsiniz ki, bugün Əli Larijani qatı farsçıdır. Daha çox Amerika Birləşmiş Ştatları ilə müzakirə mövzusuna getmək o istəyir, bir masada əyləşmək o istəyir. Hətta məsəl üçün Əraqçının dediyi fikirləri təkzib eləyir. Əraqçı bilirsiniz ki, daha çox islahatçı kəsimə aiddir də, yəni fikirlər səsləndirəndə, bəyanatlar səsləndirəndə balanslı bəyanatlar səsləndirməyə çalışır. Amma düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının danışığa getmək istədikləri və ayətullah yeni bir ali dini rəhbərin Əli Laricaninin qardaşı, səhv etmirəmsə, Sadiq Laricanidir. Deyəsən, onu gətirmək istəyirlər rejimə, yeni bir ali rəhbər kimi. Onlar, Amerika Birləşmiş Ştatlarının əsas məqsədi bugün İranda ciddi şəkildə rejim dəyişikliyi etmək deyil. Rejim dəyişikliyi o mənada edə bilər ki, nəzarət onun əlində olsun. Çünki bütün dünya ölkələrində, baxın, Venezuelada da eyni vəziyyəti həyata keçirdi, eyni halı həyata keçirdi. Amma Venezuela İran deyil. Bugün İranda ayətullah rejimi var, milyonlarla, nə qədər ki islahatçı dəstələr var, islahatçı kəsim var, öz milli mənəvi haqları uğrunda, milli kimlikləri uğrunda savaşan, mübarizə aparan insanlar var. Onlardan daha çox İranın rejiminə, bugünkü rejiminə inanan, ayətullahlara inanan, Xameneyi üçün, belə deyim də, az qala ölümə getmək istəyən qruplar var, kifayət qədərdir hətta. Bilirsiniz ki, bugün, baxın, İran ərəb ölkələrini raketlər atır və yaxud da ki, belə qeyd edeyim də, bunun içində Oman da var, Qətər də var. Halbuki, bəzən qeyd edirlər ki, görəsən ərəb dövlətləri İranla qarşı durmaya gedəcəkmi? Hətta Amerika Birləşmiş Ştatları qeyd eləmişdi ki, ərəb dövlətləri İranla müharibəyə lazım gələrsə hazırdırlar. Düşünmürəm ki, bu istiqamətdə hər hansısa bir qarşı durma və yaxud da ki, müharibə ola bilər. Sadəcə olaraq bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının silahları var. O ərəblərin silahlarından hərbi müdafiə sistemindən istifadə edə bilər uzaqbaşı. Amma ciddi şəkildə qarşı durmaya getməyəcəklər. Həm də İranın Dubayda, Qətərdə legallaşdırılmış fondları var.
Dini fondlar var demək olar ki, din vasitəsilə onlar belə deyim də legallaşdırıldı. Amerika Birləşmiş Ştatlarının banklarında bilirsiniz ki, legallaşdırdığı pulları yox idi, amma bu adı çəkilən dövlətlərin şəhərlərində isə var. Ona görə də bu məsələlərdə həm də İranın sözü gedən rejimi bu istiqamətdə ciddi şəkildə qarşı durmaları getməyəcəklər. Amma məsələ bilirsən də nədir? Çox təəssüflər olsun ki, biz bu istiqamətdə Amerika Birləşmiş Ştatlarının İsrailin savaşından danışırıq, hücumlarından danışırıq. Amma gəlin qəbul edək ki, bu savaşı başladan elə İran tərəfi oldu. Həmas, Hizbullah, İranın proksi qüvvələridir. Verilişin də əvvəldə sizin qeyd etdiyiniz kimi İranın proksi qüvvələri, terror təşkilatları var. İlk dəfə 2023-cü ilin 7 oktyabrında İsrailə dinc festival keçirilən zaman Həmas hücuma keçdi və ondan sonra dayanmır bu qan. Bu qan çox təəssüf ki, dayanmır. Bəzən bugün baxın İranda 163 nəfər deyəsən məktəbli qızın öldürülməsi gündəmdə var, sosial şəbəkələrdə istəyirəm, amma mən o şəkilə baxdım. O şəkil ciddi şəkildə mən qeyd etmək istəyirəm ki, biraz peşəkar olanlar o şəkilə baxsa, heç peşəkar olmayanlar da o şəkilə baxsalar görərlər ki, o şəkil süni intellekt vasitəsilə düzəlib və şəkillərə, o qız şəkillərinə baxsınlar. O şəkillərin üzərində eyni şəkillər başqa-başqa yerlərdə var. Siz öldürülmüb yəni? Məktəblər öldürülmüb deyirsiniz? Məktəblilərin o öldürülməsi məsələsi əlbəttə ki, bütün hallarda müharibələrdə körpələrin ölməsinə qarşıyıq. Çünki o körpələr heç nəyə, məsələn, hətta Xameneyinin nəvəsi ilə bağlı qeyd edilər ki, 14 aylıq bir körpə öldürüldü. Hətta nəvəsi ola bilməz, onun yaşı çoxdur, 87 yaş var, ola bilsin, bəlkə kötü cəsədir və s. Amma əlbəttə ki, biz buna qarşıyıq körpələrin öldürülməsində. Onlara nə var? Onlar 70 yaşında təzdən evlənirlər, nəvə sahibi ola bilər, evlat da ola bilər, Xameneyi. Ola bilər, bəli, siz onların arvadı. Yəni, onlar çox problem deyil. Yəni, o məsələnin bu tərəfi də var, amma ümumi götürəndə isə körpələrin ölümünə qarşıyıq. Harda olmasından asılı olmayaraq. Çünki biz Azərbaycan olaraq o faciəni yaşamışıq. O ağır faciələri yaşamışıq, istər Xocalıda olsun, istər 2020-ci ilin 44 günlük savaşında müharibədən kənar bizim şəhərlərimizdə ermənilər raket atmışlar. Halbuki orada o dinc əhalinin heç bir günahı yox idi, savaş bölgəsindən də kənardaydılar. Amma bu məsələlərdə düşünürəm ki, bəzi manipulyasiyalar olur və bu manipulyasiyalara inananlar var. Sadəcə səhihlik, məlumatın səhihliyi ilə bağlı mən hələ də hardasa bu məsələ ilə bağlı ciddi şəkildə, belə deyim də, görmədim. Amma ümumi götürəndə isə çox təəssüf ki, İran tərəfi də, Amerika Birləşmiş Ştatları da, Qərb də özlərinə sərf edən şəkildə məlumatlar verirlər. Amma nə İsrailin, nə İranın da verdiyi məlumatların %100 dəqiqliyinə inanmaq olmur. Amma nəticə göz önündədir bir şey var ki, bugün İran bombalanır və hərbi obyektləri bombalanır. Bugün İranın müdafiə, belə deyək, hava müdafiə sistemi açıqdır. İran, Amerika, İsrail, Amerika istədiyi kimi oradan istifadə eləyə bilir və bugün İranın əsas məqsədi nəinki rejim dəyişikliyi, İran əsas məqsədi ondan ibarətdir ki, Çin güclənməyə doğru getməsin. Ən əsas məsələ bundan ibarətdir. Aydındır, aydındır. Deməli, əziz tamaşaçılar, verilişimizi lütfən bəyənin və paylaşın. Bir daha deyim ki, bugün gecə saatlarında Xameneyi ilə vida mərasimi başlayacaq. Mən isə Xameneyinin yerinə kim gəldi, gəlir. Prinsipcə, bu iddia hələ təsdiqini tapmayıb. İranın yeni ali rəhbəri Xameneyinin oğlu Müctəba Xameneyidir deyə bir xəbər tirajlanır. Amma indi İsrail Katsdan, İsrailin Müdafiə Nazirindən bir deməli sərt təhdid yazıb onun X hesabında Xameneyinin yerinə seçiləcək lider məhv ediləcək deyir. Əli Xameneyinin yerinə təyin ediləcək hər hansı bir lider açıq hədəf olacaq və aradan qaldırılacaq. Bəli, bunu İsrailin Müdafiə Naziri İsrail Katz özünün X hesabından yazıb. İranın terror rejimi tərəfindən İsraili məhv etməyi, ABŞ və azad dünyanı hədələməyi, region ölkələrini təhdid etməyi və İran xalqını təzyiq altında saxlamağı davam etdirmək üçün təyin edilən lider açıq hədəf olacaq və aradan qaldırılacaq. Onun adı nə olursa olsun və harada gizlənirsə gizlənsin, heç bir fərqi yoxdur. Biz Amerikalı tərəfdaşlarımızla birlikdə rejimin imkanlarını dağıtmaq və İran xalqının
onu devirmək və yerini başqa bir hakimiyyətlə əvəz etmək üçün şərait yaratmaq məqsədi ilə tam gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik deyə Kats vurğulayıb. Əziz tamaşaçılar, bir daha xatırladaq ki, Ekspertlər Məclisinin ötən gün Əli Xamneyinin oğlu Müçtəbə Xamneyini yeni lider demək seçdiyi barədə məlumat artıq təksib edildi. Bildirilir ki, seçim hələ baş tutmayıb. Hər halda deməli iddia çox ciddi idi. Bütün belə deyək, bütün dünyanın xəbər manşetlərində artıq Müçtəbə Xamneyinin ali lider seçilməsi ilə bağlı xəbərlər vardı. Bugün təksib oldu. Amma indi bu hədə də yerində qalır. Yəni mən artıq İsrailin bu məsələdə nə qədər israrlı olduğunu görürəm. Yəni kim gəlirsə gəlsin deyir götürəcəyik. Çünki onlar Molla rejimini görmək istəmirlər. Yəni onun başında kim olursa olsun. Onların travmaları var da, Siyonist rejimi adlandırırdı onları, Molla rejimi. Müçtəbə Xameneyindən daha çox, hətta Hüseyn Xomeyninin nəvəsi idi deyəsən. Bəli, onunla bağlı gündəmdə, xəbərlərdə, manşetlərdə oxumuşdum. Özü də Hüccətül İslamdır, Ayətullahdır. Ona da münasibət biraz fərqlidir. Bu məsələ də var, amma düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının, demək, İsrail Katsın bu ifadəsi, həm də onun bəyanatı, həm də onun göstəricisidir ki, kim gəlsə demək ki, bundan sonra İranın hakimiyyətinə, demək ki, Amerika Birləşmiş Ştatlarına mütləq şəkildə razılaşdırılmış formada gələcək. Əks halda... Zaten Trump'ın açıqlamaları var da. Bəli, açıq şəkildə də qeyd edir, amma Pəhləvi ilə bağlı bayaq oxudunuz, Pəhləvinin, bilirsiniz ki... Pəhləvinin deyir ki, yoxdur, hətta ondan əvvəl Amerika Birləşmiş Ştatları İranın xəbərlər manşetinə Pəhləvi ilə bağlı mövzular verdi, amma İran daxilindəki insanlar, xalq ayağa qalxdı demək olar ki, Pəhləvini, Farslar Pəhləvini istəmir. Türklər ümumiyyətlə istəməyəcək, çünki Pəhləvi hakimiyyəti dönəmində ən ağır işgəncələr görən və ən ağır cəzalara məruz qalan Azərbaycan türkləri idi. Bəluçlardır, lorlardır, onlar da ümumiyyətlə istəməyəcəklər Pəhləvidə. Ona görə də bu məsələdə Pəhləvi ümumiyyətlə müzakirə mövzusu deyil, düşünürəm ki, həm də bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının sayəsində Pəhləvinin ailə yaşamı, ailəsinə bağlı, həyat yoldaşı, övladları, özü ilə bağlı bilirsiniz ki, gündəmə onların yaşam tərzini əxlaqsızlıq kimi təqdim etdilər və çox gözəl bilirlər ki, İran cəmiyyəti bu yaşama qarşı çıxırlar və onu artıq kənara atdılar, kənara qoydular və Qacarlarla bağlı isə sonra çıxartdılar ortaya ki, Babək Qacar, o ümumiyyətlə Qacarlar sülaləsi bəyanat verdi ki, Babək Qacar bizim ümumiyyətlə nəslimizdən deyil, bizə aid deyil. Bu məsələlərlə bağlı İran, Amerika Birləşmiş Ştatları sanki şəxsləri ortaya ataraqdan İran cəmiyyətinin, belə deyək də, cəmiyyətindən mesaj almağa çalışdı və o mesajı aldı. Gördü ki, bu adamlar ümumiyyətlə onluq deyil. Hətta Trump belə ümumiyyətlə geri çevirdi Pəhləvinin məsələsini. Amma düşünürəm ki, bundan sonra biz izləyək. Əli Larijani ciddi fiqurdur İran üçün, daha doğrusu Amerika Birləşmiş Ştatları üçün və düşünürəm ki, gələcəkdə məhz İsrail Katsın bu bəyanatından irəli çıxaraqdan qeyd etmək istəyirəm ki, kim gəlirsə gəlsin, əgər biz onu məhv edəcəyik deyirsə, deməli kim bundan sonra gələcəksə, ancaq o zaman sakit dayanacaqlar ki, Amerika Birləşmiş Ştatlarının mütləq şəkildə nəzarətində olacaq. Çünki Amerika Birləşmiş Ştatlarına Rusiyada da, İranda da özünün nəzarətində olan bir hakimiyyət lazımdır və bayaq Çini qeyd etdim. Çin bilirsiniz ki, hər gün 1 milyon barel İrandan neft alırdı. Və bu nefti almaqla, bu təbii sərvətlərə ucuz qiymətə nail olmaqla Çin demək olar ki, dünyanı tutan bir iqtisadi bazar dövlətinə çevrilir. Bu isə Amerika Birləşmiş Ştatlarının xoşuna gəlmir və ona görə də Venezuelanın hakimiyyətini indirdi, Maduranı tutdu, həbs etdi. Səbəbi də ondan ibarət idi ki, bölgəyə Maduro Rusiyanı, Çini, İranı daxil etmişdi və bunun qarşısına ala-ala gəlir ki, Trump, çünki 2028-ci ilə qədər 3 il ərzində Trumpın vaxtı var və onun üzərinə düşən əsas məsuliyyətlərindən biri ondan ibarət ki, İran öz müttəfiqlərinin vasitəsilə bütün bölgələrdə nəzarəti əlinə keçirsin. Deməli, əziz tamaşaçılar, bu arada Xamneyinin müavini danışıb, İran ABŞ-la danışıqlar aparmayacaq deyə, yəni İranın da belə deyək, iddiası özünə görə deyil, həqiqətən də, yəni baş verənlərə rəğmən İran gür guruluyur, bax bunu etiraf etməliyik, İran ABŞ-la danışıqlar aparmayacaq. Bəli, bu barədə İranın sabiq ali rəhbəri Ayətullah Seyyid Əli Xamneyinin müavini Məhəmməd Muxbir yerli televiziyaya müsahibəsində bildirib. ABC-la dialoq üçün heç bir əsasın olmadığını bildirən Məhəmməd Muxbirin sözlərinə görə Amerikalılara etimadları yoxdur. O 1980-1988-ci illəri əhatə edən İran-İraq müharibəsinə
işarə edərək müharibəni istənilən qədər davam etdirə biləcəklərini bəyan edib. Müxbir ABŞ və İsrailin İslam inqilabının başlanğıcından bəri İranın parçalanmasına çalışdıqlarını vurğulayıb. Amerikalılar İranı ələ keçirmək yox, parçalamaq istəyirlər deyib. Əslində doğrusunu deyir, əziz tamaşaçılar, elə həqiqətən də məqsəd nədir? Amma eyni zamanda da mən dedim, bunlar çox iddialıdırlar. Bayaq mən bir xəbər də oxuyurdum, Tamila xanım, deyirdilər ki, Amerikanın sursatı tükənə bilər. Amerika üstəgəl milyonluq, belə deyək, qiyməti olan raketlər atır, adları çəkilir, tanklar atır, sonra digər, deməli, Ukraynaya vermədiyi adlarda da artıq yadımızdan çıxır, tomahawkları, tankları atır da, yəni gözlü yumur atır, dəyəri də milyon dollarlarla ölçülür, amma deyir, İranınkilər isə şahid puaları xüsusilə daha çox. Baxın, gedib Amerika Birləşmiş Ştatlarının o hərbi bazalarını, nə bilim, Dubaydakı hansısa, nə bilim, arada Dubayda gödaza gedir. Dubayın ayrı-ayrı tikililərinə çırpılan elə çoxsu pualardır. Yəni, durmadan göndərir, pualarını göndərir. Həm ucuz, həm keyfiyyətli. Və bu mənada Amerikanın isə deyir, sursatı azala bilər. Çünki onların əlində olan həm bahalı, həm də belə. İndi bilmirik, biz o işlərin, yəqin ki, Trump bilməsə bu müharibəyə qoşulmazdı. 50 min hərbiçisini bu əməliyyata cəlb edib və bu işləri görür. Bəs İranın özgüvənidirmi, yoxsa doğrudan da Çindən, Rusiyadan dəstəkmi gözləyir? Çünki belə deyirdilər ki, Çin də İrana kifayət qədər silah-sursat verir və bu özgüvən hardandır? Yəni, arxasındakı qüvvəyə mi güvənir, yoxsa həqiqətən də özləmir? İran da Rusiya kimi addım atır. Baxın, artıq bunun geri dönüşü yoxdur. Geri dönüşü olarsa artıq boyun əyəcək və boyun əyəcəyi təqdirdə onların verdiyi qərarlarla yaşamaq məcburiyyətində qalacaq. Amma İran kimi dövlət də bunu əsla istəməyəcək. Çünki Cənubi Qafqazda söz sahibliyini, Cənubi Qafqazdakı yerini də itirmək istəmir və mən tam olaraq da hərbi ekspert deyiləm, amma bəlkə də indi dediyim fikirlər o qədər də səlis olmaya bilər, amma ümumi düşünürəm ki, müharibəyə başlamış bir dövlət varsa və illərlə güruldayan, illərlə Qərbin sanksiyalarına qarşı dayanan bir ölkə 3 günlük bir savaşda raketlər sayəsində əsla sakit dayanmayacaq və nəzərə almaq lazımdır ki, İran İslam Respublikası üçün dövlətin içərisində yaşayan millətlərin də o qədər, xalqının da o qədər bir dəyəri yoxdur demək olar ki, onun üçün dəyərli olan ayətullahlardır, onun üçün dəyərli olan onun dini rejimi ilə yaşayan o millətli, o din ideologiyası ilə beyni tamamilə həmin o rejimə sadiq qalan millətlərdən başqa düşünürəm ki, nə o Azərbaycan türklərinə düşünür, nə ona belə deyək də toy bayram edən o milyonlarla qeyd eləyək ki, əhalini düşünür. Uzaqbaşı lazım olsa verəcək də qırğına. Eynən Rusiya üçün əhalisinin bir qəpiklik qara qiyməti olmadığı kimi İranın da digər millətlər heç umurunda da deyil. Amma Amerika Birləşmiş Ştatları ilə bağlı qeyd etdiniz ki, onların silahının tükənməsinə barədə bayaq da onu qeyd elədim ki, ərəb dövlətləri də bu müharibəyə lazım gələrsə hazır olar ifadəsinin səsləndirilməsi həm də belə bir dəyərləndirmə aparmaq olar ki, Amerika Birləşmiş Ştatlarının silahlarının tükənəcəyi təqdirdə o pulu var. Təkcə ərəb yoxdur, Fransa qoşuldu artıq. Fransa müharibəyə qoşuldu. Baxın, İran puallarını vurdu. Fransa Birləşmiş Ərəb Əmirliyi səmasında İran dronlarını vurub. Fransa Xarici İşlər Naziri Jean-Noël Barrot bununla bağlı məlumat yayıb. Bildirilib ki, əməliyyat regiondakı mülki və hərbi obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirilib. Fransız qüvvələri hücumları dəf edərək əlavə risklərin qarşısını alıb. Qeyd edək ki, Fransa region ölkələrindəki maraqlarını qorumaq üçün Charles de Gaulle aviadaşıyıcısını yaxın şərqə göndərib. Yəni, Avropa ölkələrində ötən günlərdə Böyük Britaniyanın da bununla bağlı bir mövqeyi vardı. Yəni, Amerika Birləşmiş Ştatlarının silahı tükənsə belə pulu tükənən deyil. Yəni, ona görə də istədiyi ölkədən istədiyi hərbi silahları almaq imkanına da malikdir. Ona görə düşünürəm ki, bu məsələlərdə sadəcə gözləyək. Artıq 4 gündür ki, 28 fevraldan bu yana qarşıdurma var və düşünmürəm ki, Amerika dayandığı bu məsələni nəticəyə varmadan dayandıra bilər. Çünki onun xalqına, demokratlara verəcəyi bir hesabat var. Birisi ki, artıq demokratlardan, senatorların
çıxışları var ki, bu müharibə niyə dayandı? İsrailə qarşı hətta əks fikirlər səsləndirirlər ki, niyə görə biz müharibəni İsrailin dilindən eşidirik, Amerika Birləşmiş Ştatları niyə İsrailin belə deyək, ipi ilə quyuya düşür kimi. Təbii ki, o da rəqib partiya olduğuna görə bu kimi fikirlər səsləndirir, amma düşünürəm ki, əlbəttə ki, Amerika Birləşmiş Ştatlarında Trumpın da əgər öz xalqına hesabat verəcəksə, hesabatı olmalıdır ki, niyə bu müharibəni başlatdı və bitirəndə nə ilə nəticələnəcək? Bunu sadəcə zaman göstərəcək, çünki hələlik bu istiqamətdə İran və Amerika Birləşmiş Ştatlarının masada əyləşib hər hansı bir şərtləri qəbul edə biləcəkləri məqamı da yoxdur. Dostlar, deməli bu arada Türkiyə İranla bağlı bu məlumatı təkzib edib. Mən sizin diqqətinizə çatdırım, Türkiyənin adı nədə hallandırılır. Türkiyə Prezidentinin dezinformasiyaya qarşı mübarizə mərkəzi sosial mediada Trumpın Türkiyəyə İrana hücum əmri verməsi və ya Türkiyənin İrana qarşı gizli hərbi planda iştirak etməsi iddia edilən bir sıra paylaşımı təkzib edilib. Bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumatda qeyd olunur ki, Türkiyə müstəqil bir dövlətdir. Xarici siyasət və təhlükəsizlik qərarlarını müstəqil şəkildə müəyyən edir. Türkiyənin İrana qarşı müharibəyə girməsi və ya bunun üçün şərtlər, o cümlədən KATSA sanksiyalarının ləğvi ilə bağlı hər hansı iddia doğru deyil. Bir daha xatırladım ki, bunu Türkiyə Prezidentinin dezinformasiyaya qarşı mübarizə mərkəzi paylaşıb, bu təksibi verib və yeri gəlmişkən Azərbaycan mətbuatının media agentliyinin də bir açıqlaması var, əziz tamaşaçılar. Media deməli bizim mətbuatdan xahiş edir ki, yəni jurnalistlərə çağırış edir ki, yaxın şərqlə bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar etməsinlər. Hər halda bununla bağlı bir çağırış var. Əlbəttə, bu çağırışı mən dəstəkləyirəm şəxsən. Çünki, baxın, ötən günlərdə elə Müçtəba Xamneyi öldürülmüş xəbərləri yazıldı. Məlum oldu ki, adam öldürülməyib, ailə öldürülüb, doğrudur, yəni qız ölüb, ana da mən inanmıram açığı. Amma o da ölüb dedilər. Amma Müçtəbanın da adı bir ara hallandırıldı. Sonra Əhmədi-Nejad deyildi, məlum oldu ki, ölməyib. Yəni çoxlu dezinformasiyalar var. Amma Türkiyənin adı isə həqiqətən də, yəni mən buna rast gəlməmişdim, amma indi təksibi gəlib. Türkiyənin isə bir mənada maraq doğurur. Yəni bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının Türkiyədə də hərbi bazası var, İncirlik hərbi bazası və deməli İncirliyi vurmadı, nə əcəbsə İran. Çox maraqlı gəldi mənə. Ola bilsin ki, bu müharibə deyək də, indi adını əməliyyat deyək, nə deyək heç bilmirəm də. Bu əməliyyatlar öncəsi bilirəm ki, Araqçının Türkiyəyə səfəri oldu, Rəcəb Tayyip Ərdoğanla görüşdü, Fidan getdi İrana, bunlar getdilər Türkiyəyə. Yəni qarşılıqlı bir gediş-gəlişlər oldu və görüşlər oldu. Təbii ki, Türkiyə görünür baş verə biləcəklərin fərqində idi. Amma istənilən halda, yəni Səudiyyəyə, nə bilim, hətta Dubaya qədər, ən təhlükəsiz belə deyək, şəhər dediyimiz Dubaya qədər raket atan İran Türkiyəni hədəfə almadı. Türkiyəni qarşısına almadı. Türkiyəni qarşısına almadı. Çünki ərəb dövlətləri bu və ya digər şəkildə Amerika Birləşmiş Ştatları ilə birisi müttəfiqdirlər. Və nə hikmətsə bu müsəlman dövlətləridir, nə olsun ki, sünnilik, şiəlikdir. Hər zaman bəzən Qəzza ilə bağlı fikirlər səsləndirəndə türklərdən tələb edirdilər ki, niyə görə Qəzzaya ciddi şəkildə dəstək vermirsiniz və s. Amma halbuki o İslam dövlətlərinə tələb eləmək lazımdır ki, buyurun, sizin o millətlərin, o əzab çəkən millətimizə dəstək olun, biz onu görməliyik. Amma ərəb dövlətləri də o nöqtələr vurulmuş olsa belə, Amerika Birləşmiş Ştatlarının yenə də müttəfiqi olan ərəb dövlətləri hansısa bir addım atsalar, mütləq şəkildə ABŞ-la onu hesablaşacaqlar. Amma İran Türkiyəni qarşısına ala bilmədi. Çünki Türkiyə Amerika Birləşmiş Ştatları ilə bu istiqamətdə vurulacağı təqdirdə hesablaşmayacaqdır. Türkiyəni özünə İran növbəti bir düşmən kimi seçmək istəməz regionda. Bilirsiniz ki, Türkiyə ilə sərhəddində kürdlər var. Artıq İran, Türkiyə illərdir bu məsələ ilə bağlı mübarizə aparır. Bu terror təşkilatlarına mübarizə aparır. Biz isə ciddi şəkildə görürük ki, İran Türkiyə ilə müharibə etmək istəməz. Məsələ nədir? Əsas maraqlı məqam nədən ibarətdir? Bu əməliyyatların keçirilməsi zamanı Azərbaycan və Türkiyə
Sabahsı günü əgər İranın daxilində hər hansı bir parçalanmalar olarsa, rejim dəyişikliyi olarsa, biz hansı addımları atmalıyıq? Çünki yenə də deyirəm, İranın sərhəddində İranla Türkiyə sərhəddində bir Kürdistan dövlətinin olma təhdidi var. Azərbaycan türkləri isə Azərbaycana məxsus olan 40 milyona yaxın bizim soydaşlarımız var. Onların taleyi necə olacaq? Düşünürəm ki, bu məsələlərdə düzdür, indi Amerika Birləşmiş Ştatları İran qarşıdurmaları fonunda bəlkə zaman olmaya bilər, bəlkə yeri olmaya bilər, amma bizə aid olan məsələlərdə masada bacardığımız qədər hər hansısa bir məsələlər müzakirə olunacaqsa, o mövzuların içərisində mütləq bizim soydaşlarımız da qatılmalıdır. Və əgər hər hansısa bir danışıqlar olacaqsa, Amerika Birləşmiş Ştatları tərəfindən İran rejim dəyişikliyi olanda, o masada ilk növbədə Azərbaycan türkləri olmalıdır. Çünki Azərbaycan türkləri əzəli də əvvəldə o torpaqların sahibidir. Yenə də deyirəm, biz hər hansısa bir suverenliyin təhdid olunması, ərazi bütövlüyünün parçalanması ilə bağlı bugün hər hansısa bir iddialar irəli sürmürük. Amma hər hansısa bir iddialar irəli sürüləcəksə və daxildə parçalanmalar olacaqsa, nə bilim, idarəetmə üsulu dəyişəcəksə, federativ respublika mı olacaq, muxtar respublikalarından mı bölünəcək? Bu məsələlərdə Azərbaycan tərəfi də düşünürəm ki, yəqin ki, o işlərlə də yəqin ki, məşğul olduq, Xarici İşlər Nazirliyi vasitəsilə də, xarici diplomatiyası vasitəsilə. Bugün çox təəssüf ki, İran ərazisində Azərbaycanın konsulluğu, Türkiyənin konsulluğu ilə bağlı, bizim soydaşlarımızla bağlı açıq şəkildə hər hansısa bir məlumatların biz şahidi olmuruq, çox təəssüflər olsun ki. Bu məsələdə biz düşünürəm ki, ciddi şəkildə addımlar atmalıyıq, artıq başlamalıyıq buna. Doğru. Əziz tamaşaçılar, bu arada onu da deyim ki, İranda deməli 1000-dən çox mülki şəxs, yəni bu 2-3 gün ərzində, yəni fevralın 28-dən bu yana hərbi əməliyyatların başladığı ilk günlərdən bəri İranın müxtəlif bölgələrində 1097 nəfər həyatını itirib, insan haqları fəallarının hesabatında, xüsusilə uşaq ölümlərinin sayındakı artım beynəlxalq birliyi sarsıdıb. Hesabatda qeyd olunan əsas faktlar, o həlak olan 181 nəfərin 10 yaşından kiçik uşaq olduğu deyilir, yüzlərlə ölüm və yaralanma halı hazırda yoxlama mərhələsindədir deyilir və eyni zamanda mülki itkilərin əksəriyyəti hərbi obyektlərə yaxın yaşayış məntəqələrində və hava həyəcanı zamanı yaranan xaos nəticəsində qeydə alınıb deyə bu Hrana nümayəndələridir, belə deyirlər. İran daxilində internetin və rabitənin məhdudlaşdırılması da məlumatların toplanmasını çətinləşdirir və təşkilat tərəfləri mülki infrastrukturun qorunması və beynəlxalq humanitar hüquq normalarına riayət edilməsi üçün təcili addımlar atmağa çağırır deyə gələn xəbərlərdə belə deyilir, əziz tamaşaçılar. Müçtəba Xameyninin ilk bəyanatı gəldi, mən anlaya bilmirəm, yəni xəbər təkzib olunur, amma hər halda indi yenə də bir açıqlama gəlir. İranın demək 4 gün gərək oldu Əli Xamneyinin ikinci oğlu, yəni müçtəbanın seçilməsinə. Hər halda təksibi gəldisə, mən detallar üzərində dayanmayacağım, əziz tamaşaçılar. Çünki bu məsələ gərək təsdiqlənsin ki, ondan sonra biz onunla bağlı... Məlumat əksikliyi var. İstər İsrail tərəfdən verilən, istər də İran tərəfdən verilən, hələ ki, belə deyək də, sanki manipulyasiyalardır, bleflər də edilir, informasiya savaşı gedir hələ ki. Və bu, bilirsiniz ki, İranın sepah qüvvələri, bəsici qüvvələri, sepah qüvvələri obyektlərini demək olar ki, xəstəxanalarda, uşaq məktəblərində yerləşdirdilər. Eynən Azərbaycan-Ermənistan müharibəsində xatırlayırsınızsa, Xankəndində belə xəstəxananın kənarında, uşaq bağçasının, uşaq məktəblərin yanında öz hərbi obyektlərini yerləşdirdilər və sonra Azərbaycana qarşı belə bir analoji təzyiqlər edirdilər ki, ya biz uşaq bağçasını vurmuşuq, ya biz xəstəxananı vurmuşuq. Halbuki orada heç nə xəstəxanada xəstə var idi, nə də məktəblərdə uşaqlar var idi. Var olanlar Sepahın Ermənistanın hərbi hissələri, hərbi birləşmələri idi və çox təəssüflər olsun ki, eyni halı biz xəbərlərdə İran tərəfindən də eşidirik ki, Sepahın hərbi birləşmələri həmin o bağçalarda, məktəblərdə yerləşdiriblər. Yenə də deyirəm, informasiya savaşından əziyyət çəkənlər sıravi xalq, cəmiyyətdir, vətəndaşlardır və bu nifrət kökündə elə bil ki, yetişdirilir bu cəmiyyət. Xalqlar həmişə onsuz da haqlının yanında olur, dövlətlər isə maraqların yanında olur. Sabahsı gün İran istəyəndə öz dövlətinin marağı üçün, daha doğrusu dövlətinin marağı nəyi tələb edəcəksə onu da eləyəcək. Bugün düşmən adlandırdıqlarının yanında gedib nə edəcəklər?
gedəcəklər Amerika Birləşmiş Ştatlarına, bəlkə də bir masaya əyləşəcəklər. Çox təəssüf ki, əziyyət çəkən xalq. Aydınla, indi isə əziz dostlar, yəni müharibə genişlənir, bitmir. Yəni əslində adam düşünə bilərdi ki, bu 1-2-3 günlük əməliyyat olacaq və nöqtələnəcək. Amma mən belə başa düşdüm ki, artıq Avropa ölkələri də qoşulur. Baxın, indi bir maraqlı xəbər də gəldi. Mən istəyirəm bu xəbəri də deməli sizinlə bölüşüm. Deməli, İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai 3 Avropa ölkəsi ilə bağlı görün nə dedi. Əgər Avropa ölkələri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına qatılarsa, Tehran bunu təcavüzə dəstək və müharibə aktı kimi qəbul edəcək. Qeyddə ki, Bəqai bu fikirləri Almaniya, Böyük Britaniya və Fransa liderlərinin İranın raket və pilotsuz uçuş vasitələrinə qarşı hərbi müdafiə tədbirləri görmə ehtimalına dair birgə bəyanatını şərh edərkən deyib, təkcə şərhlə keçmir ki, artıq dedik ki, artıq Fransa vurur, İranın puallarını vurur. Ötən gün bir məhdud deməli formada istifadə edə bilərsiniz deyə bilməm, bir İngiltərənin bir açıqlaması var idi. Məhdud dərəcədə deyəsən şərait yaradıblar, belə bir açıqlama ondan gəlmişdi. Almaniyanın da mövqeyi. Britaniya belə bu məsələyə qoşuldu. Bəli, Britaniya belə özü bu məsələyə qoşuldu və 3 nüfuzlu deməli Avropa ölkəsi də artıq bu müharibəyə qoşula bilər. Və bu yandan da ərəb ölkələri. Yəni mən deyirəm ki, Tamila xanım, bu dünya müharibəsinin qarşı gözü fərqli olmur ki, yəni olmur. Yəni bu artıq bütün ölkələrin iştirakı ilə belə bir müharibədir. Yenidən dünyanın şəkilləndirilməsi, nizamlanması həm də bunlardan gəlib keçəcək, eləmi? Bəli, kim harda olacaq? Bu dünyanın yenidən formalaşması, yenidən şəkilləndirilməsi, yeni strategiyaya qədəm qoyması hansı dövlətlərlə paylaşılacaq? Həm də onun davası gedir, amma çox təəssüf ki, öldürülən xaraba qalan şəhərlər öldürülən isə bəli, xalq, məzlum, dinc, bəli. Yəni bu illərlə... Yox, indi Xamneyinin timsalında gördük ki, öldürülən, mən hətta dedim ki, o sanki Rusiyanın sonuncu çarının aqibətini yaşadı ailəsi ilə birlikdə. Həqiqətən də, yəni bütün ailə üzvləri... Təyyarə göndərdilər, getmədi. Rusiya təyyarə göndərdi, getmədi. İndi Rusiya demişkən, Rusiya İrana hərbi yardım edəcəkmi? Peskovdan bir cavab gəlib, BRICS-ə üzvlük ölkələrin bir-birinə hərbi yardım göstərməsini tələb etmir, deyib. Deməli, tələb etsin, Amerika Birləşmiş Ştatları içində dövlətlər müttəfiqdir demək. Deməli, belə baxanda belə fikirlər də var idi ki, elə İran, Rusiya və Çinə arxayın olub, yəni bu müharibənin başlanmasına belə də göz yumdu, bəlkə danışıqlara gedərdi. Nə Çin səsli çıxartmadı, Rusiya güya neynədir ki? Dünən bir maraqlı fikir də var idi ki, ideologu bu, Dugin deyirdi Rusiyanın, deyirdi ki, Putinə çatacaq növbə, sıra Putində deyirdi. Bunun ardınca Putinə eyni aqibət gözləyir, deyirdi. Hər şey ola bilər. Yenə də qeyd edeyim ki, hələlik Putinin başını Ukraynada qarışdırırlar, dünyanın yenidən formaya salınmasında istəmirlər Rusiya iştirak eləsin. Amma yenə də təkrar edəcəm ki, bugün bilirsiniz ki, Cənubi Qafqazda belə TRIP layihəsində həyata keçirilməsi istiqamətində artıq addımlar atılır, addımların atılması prosesi var. Orada da bilirsiniz ki, Ermənistanda iyun ayında seçkilər keçiriləcək, orada da məsələləri tənzimləməyə çalışırlar. Amma Tramp hakimiyyətə gələndə əsas prioritet məsələ Çin, Rusiya, İran idi. Yəni Cənubi Qafqaz növbəti mərhələ idi, arxa fonda olan bir mərhələ idi. Sadəcə olaraq biraz o sülh məsələsində bilirsiniz ki, Trumpın bir romantik illüziyaları var idi, istəkləri var idi ki, ondan, məsəl üçün, onun dayandırdığı müharibələri, ölkələri misal gətirsin ki, mən bunu etdim. Amma onun üçün əsas məsələ, ümumiyyətlə, Trump üçün yoxdur, Amerika Birləşmiş Ştatları üçün əsas məsələ 2028-ci ilə qədər İranı, Çini, Rusiyanı özü nəzarətinin altına almaqdır və salam. Başqa, yəni, orada müzakirə edilə biləcək məsələlər o qədər də əsas detallar deyil. Mən isə baş verənlərə baxıram və sadəcə düşünürəm ki, deyəsən elə dünya yenə də bir qütülü dünya olacaq və bu da, bəli, Amerika bunu istəyir və gedişat da onu göstərir ki, deyəsən nail olacaq. Zaten onun üçün çalışır. Onu da eləyəcək. Çünki Amerikanın yeni strategiyasında çox qütüllük yox, bir qütüllükdür və bütün nəzarət də özünün əlinin altında olmasını istəyir. Sadəcə özü indiyə qədər birbaşa yox, müttəfiqlərinin, proksi dövlətlərinin vasitəsilə edirdi. Mən Pezeşkiyanın şəklini gördüm və düşünürəm ki, bugün danışıqlar apara biləcəkləri yeganə şəxs Pezeşkiyan olmalıdır. Çünki Pezeşkiyan xalq tərəfindən seçilən,
xalqın etimadını, belə deyim də, mandatını alan şəxs siyasi lider Pezeşkandır. Və düşünürəm ki, Pezeşkanla da hər hansı bir məsələlərin müzakirə olunması daha aktual olmalıdır. Tanrı xanım, təşəkkür edirəm. Çox sağ olun. Əziz tamaşaçılar, sizə də minnətdaram. Verilişimizi isə lütfən bəyənin və paylaşın. Deməli, biz sizə qarşıda görüşəcəyik. Sağ olun, salamat qalın.